Dostlar, ödənişli yolla Bakıdan Xaçmaz istiqamətində hərəkət edirik. İstədim sizin üçün bir məlumat videosu çəkim. Son günlər çox müzakirə olunur və yolda hərəkət edən zaman müşahidə elədim ki, bir çox avtomobillər radarlara yaxınlaşarkən sürəti azaldırlar. Fikirləşirlər ki, radarlar artıq işləyir. Deməli, bu da səbəbsiz deyil, çünki ötən günlərdə ölkə başçısı yol hərəkəti haqqında qanunda dəyişiklikləri təsdiqlədi. Bundan əvvəl Milli Məclisdə qanun layihəsində dəyişikliklər hazırlanmışdı, baxılmışdı və bugün də, daha doğrusu bundan biraz əvvəl, bir neçə gün əvvəl ölkə başçısı həmin qanundakı dəyişiklikləri təsdiqlədi və ödənişli yollarda maksimal sürət həddi 130 km/saat müəyyənləşdi. Bundan əvvəl isə Azərbaycanda maksimal sürət həddi ümumiyyətlə yollarda 110 km/saat idi. İndi bu ödənişli yollarda da 130 km/saat təsdiq olundusa və bizim bu yeni Quba-Bakı, Quba-Rusiya Federasiya sərhəddi ödənişli avtomobil yolunda da böyük ehtimalla tam təsdiqlənməyib, belə yol işarələrini qoymayıblar. Amma 130 km/saat sürət təsdiq olunacaq, tətbiq olunacaq. Bu nə vaxt olunacaq, dəqiq deyə bilmərəm, amma əsas məsələ bugün, yəni radarlar burada elə ki, yəni aktiv deyil. Radarlar qoşulmayıb və siz 130 km/saatdan daha çox sürətlə hərəkət edəndə hər hansı bir cərimə tətbiq olunmur. Ümumiyyətlə isə tövsiyə edərdim ki, yəni sürətinizə özünüz nəzarət eləyin. Mütləq deyil ki, radar quraşdırılıb sizə nəzarət olunsun. Elə 130 km tətbiq olunsa maksimum 140 sürə biləcəyi də. Yəni ondan çox da sürmək məsləhət deyil. Yəni maşın azdır yolda, adam sürəti hiss eləmir. Bir də baxırsan ki, speedometrdə 150-160 gedir avtomobil. Bunu istədim nəzərinizə çatdırım. Yəni əsas məsələ, onu qeyd edeyim ki, qarşıda radar var. Ödənişli yolda, bax, navigator deyir ki, qarşıda radar var, amma hələ ki bu radarlar aktiv deyil. Bax, radarlar da görürsünüz yolun mərkəzində qoyulub. Svetofora oxşuyur, işıqfora oxşuyur. Həm sürət həddini ölçür, həm də video qeydiyyat aparır, bildiyimə görə. Bura yolun Şabran rayonu ərazisidir. Bir sözlə, radarlar elə ki qoşulmayıb, qoşulanda ictimaiyyətə bu barədə geniş, ətraflı məlumat veriləcək. Amma belə bir ehtimal da var ki, ümumiyyətlə bu ödənişli yolda radarlar ümumiyyətlə aktiv olunmasın. Belə söz-söhbət də gəzir. Gözləyək, baxaq. Mən yolun rəsmi nümayəndələrindən bu barədə bu yaxınlarda soruşdum. Bildirildi ki, hələ texniki işlər aparılır. Radarlar və video kameralar, yolda çəkiş qeydiyyat aparan video qeydiyyat sistemləri hələ ki test mərhələsindədir. Yəni aktiv deyil, qoşulmayıb. Bu qədər.